Deməli, növbəti mövzumuz, yenə dediyim kimi, bunlara çox oxşardır. Bunlar Amerikan aksentindən İngilis aksentindən biraz fərqlənəcək. Either or və neither nor deməkdir. Biz necə demişdik? Bu ikisi istifadə edəndə cümlə strukturu olaraq hər iki şeyi təsdiqləmiş olurduq. Deyirdik ki, mən həm bunu eləyəcəm, həm onu eləyəcəm. Mən həm bunu sevirəm, həm onu sevirəm. Burada isə biz iki şeydən birini ancaq seçmiş oluruq ifadəmizdə. Deyirik ki, məsələn, I will buy either iPhone or Samsung. Yəni, ya iPhone alacam, ya Samsung alacam. İkincidə isə heç birini nəzərdə tuturuq. Deyirəm ki, I will buy neither iPhone nor Samsung. Yəni, nə iPhone almayacam, nə Samsung. Əslində, nə iPhone alacam, nə Samsung deməliyəm. Çünki heç birini almayacam. Deməli, bunlarda hər iki şeyi nəzərdə tuturuq. Burada ikisindən birini nəzərdə tuturuq, ya da. Burada isə heç bir nəzərdə tutmuruq, nə də. Bu qədər bəsit əslində. Bir neçə cümlələrlə daha yaxşı şəkildə başa düşə bilərsiniz. Qeydlərimizdə, açıqlama hissəsində və qeyddə müxtəlif misallar və s. qeyd olunub. Onlara oxuduqca daha yaxşı şəkildə başa düşəcəksiniz və biləcəksiniz ki, o qədər də qəliz, o qədər də belə geniş üzərində durulacaq, çox izaha ehtiyac olan bir mövzu deyil. Amma təbii ki, sizin danışığınızı çox produktiv edən mövzudur. Belə bu qədər. Bununla bu səviyyəni yekunlaşdırmış olacağıq. Bu imtahanı verdikdən sonra artıq siz B2 səviyyəsinə başlayacaqsınız. Bunun üçün həqiqətən mən özüm də həyəcanlıyam. Çünki B2 səviyyəsində olan, B2 səviyyəsinə yeni keçmiş tələbələrlə görüşmək, onların səviyyələrini daha da inkişaf elətdirmək mənim üçün başqa bir zövq, başqa bir fəxarət hissidir. B2 səviyyəsində təbii ki, daha da ciddiləşmiş, daha akademikləşmiş, daha belə sizin səviyyəni həqiqətən belə deyək də, bu B1 səviyyəsi bizə imkan verir ki, biz artıq rahat şəkildə istənilən mövzuda öz fikirlərimizi ifadə edək, danışaq, bir iclası belə apara bilərik hətta. B2 səviyyəsində bir akademik iclas apara bilərik. Amma tam da akademik danışmayacaq, çünki akademik tam şəkildə C1 səviyyəsində olmuş olacaq. Amma B2 səviyyəsində artıq B2 səviyyəsində akademikləşməyə başlayır, C1 səviyyəsində isə tam akademikləşir. Danışığımız, öyrəndiyimiz sözlər, frazalar, idiomalar və s. Belə, yoldaşlar, çox gözəl bir yolun, belə deyək, sonuna gəldik və başlanğıcındayıq digər bir yolun. B2 səviyyəsində görüşərik. B2 səviyyəsində keçməmişdən əvvəl təklif edirəm ki, bu keçdiklərimizi ən azından B1 səviyyəsində durub A2-dən təkrarlamayan heç yeri yoxdur. Çünki zaten B1 səviyyəsinin içərisində siz avtomatik A2 olanları təkrarlayacaqsınız. Amma söz olaraq yaxşı olar ki, ən azından bir imtahanlarını bir də yenidən verib yoxlayasınız ki, nələri bilirsiniz, nələri bilmirsiniz, harda səhvlər elədiniz, necədir bilikləriniz və s. Əgər xüsusi bir boşluğunuz olduğunu düşünürsünüzsə, əgər danışığınızda hansısa bir qüsurların olduğunu düşünürsünüzsə, əmin olun ki, bu praktikanı tam şəkildə yerinə yetirmədiyinizə görədir. Oradakı tapşırıqları boş keçmək, yola vermək, yəni təbii ki, sizin danışığınızda problemlər olacaq. Yəni bura qədər gəlib çatmaq o demək deyil ki, siz artıq 100% ingilisini bilirsiniz. Siz bunu dostunuzdan da öyrənib yazmış ola bilərsiniz cavablarını, internetdən də araşdırıb imtahanları keçmiş ola bilərsiniz və sadəcə mövzuya qulaq asan kimi həmən imtahanı işləyib mövzunu keçmiş ola bilərsiniz. Və yaxud da atıb da keçmiş ola bilərsiniz cavabları. Məsələ burasındadır ki, siz onların hamısını yaxşı şəkildə öyrənməlisiniz və öyrəndiyiniz biliklərə əsasən imtahanları keçməlisiniz ki, həqiqətən də bu səviyyədə olduğunuz tam öz təsdiqini tapmış olsun. Belə, B2 səviyyəsində görüşərik. Özünüzə yaxşı baxın. Hələlik.